Vaxtınız xeyir, əziz kanal izləyiciləri. Mən Aytac Həsənova. Bugün sizlərə 3-cü sinif Azərbaycan dil dərsi ilə növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl onlayn hazırlıqlarımız barədə sizə məlumat vermək istəyirəm. Hazırlıqlarımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla Azərbaycan dili və riyaziyyat fənni üzrə tədris olunur. Bizim hazırlığımızda digər qruplardakı kimi 10-15 nəfər olmur. 5 və ya 6 nəfər uşaq olur. Bununla yanaşı oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi, riyazi bacarıqlarının inkişaf etdirilməsi, oxuyub anlama mətnlərini necə müstəqil işləmək olar, ev tapşırıqlarına dəstək, dərslikdəki mövzuların dərindən izah olunması, bütün bunların hamısı bizim onlayn hazırlığımızda mövcuddur. Siz də vaxt itirmədən aşağıdakı nömrə ilə əlaqə saxlayaraq hazırlıqlarımıza yazıla bilərsiniz və qeyd edim ki, artıq yerlər dolmaq üzrədir. Qeydiyyatdan keçməyə tələsin. Aşağıdakı sözləri cədvələ uyğun qruplaşdırın. Əvvəlcə gəlin mən sizə isim, ad bildirən sözlər haqqında qısaca bir məlumat verim. Ad bildirən sözlərə isim deyilir. İsim kim, nə, hara suallarına cavab verir. Həm canlı, həm cansız olur. Həm də yer, məkan bildirən sözlərə də isim deyilir. Məsələn, canlı, cansız varlıqlar deyəndə, məsələn, insan da canlıdır, o da isimdir. Heyvan da canlıdır, o da isimdir. Bitki də canlıdır, o da isimdir. Bunların hər biri isimdir. Və ismi tapmağın ən asan yolu kim, nə, hara suallarına cavab verən sözlərin hər biri isimdir. Məsələn, dərzi. Kim? Dərzi. Nə olacaq? İsim olacaq. Telefon. Nə? Telefon. Sonra Bakı. Hara? Bakı. Kim, nə, hara suallarına cavab verən sözlərin hər biri isimdir. İsimlər dedik canlı və cansız, həmçinin də yer, məkan bildirir və ad bildirən sözlərə də isim deyilir. Bu belə. İkinci bir izahım sizə qısaca o ola bilər ki, ismi tapmağın asan yollarından biri. Onu dedim ki, sualını verəcək. Kim, nə, hara sualına cavab verirsə, o isimdir. Məsələn, yazıram bura bir neçə söz. Tutalım ki, tuzlu, sonra tülkü, daha sonra yazıram polis, Türkiyə, xeyli, oturmaq. Bu sözlərin arasından ismi necə tapa bilərik? Sözlərə sual verməklə, baxın, sözlərə sual verərək biz ən asanlıqla tapa bilərik. Duzlu, necə duzlu? Artıq bu əlamət bildirir. Kim, nə, hara sualını vermədik axı biz. Tülkü, nə, tülkü? Deməli, bu isim olacaq. Polis, kim? Polis. Bəs demişdik ki, biz ismin sualları kim, nə, haradır? O sualları verirsə, bunlar isim sayılır. Türkiyə, hara? Türkiyə. Xeyli. Bu artıq say bildirən sözdür. Bunu çıxacaq. Oturmaq, nə etmək? Burada da hərəkət bildirir. Bu da isim sayılmır. Baxın, suallarındanca biz bildik ki, ismi necə tapmaq olar? Və bunu da qeyd edim ki, kim sualını şəxslərə, insanlara veririk. Nə sualını heyvanlara, bitkilərə, daha sonra cansız əşyalara, cansız varlıqlara veririk. Bunu qısaca qayda kimi dəftərinizə yaza bilərsiniz. Hara sualını isə yer, məkan bildirən sözlərə veririk. Keçirik indi tapşırıqlarımıza. Aşağıdakı sözləri cədvələrə uyğun qruplaşdırın. Bakı, hara? Bakı. Gəlin yazaq. Bakı. Sonra judo. Nə? Judo. Bu oyun növüdür. Oyunun adıdır. Qazax, hara? Qazax. Daha sonra Rəşid, kim? Rəşid. Yarış, nə? Yarış. Daha sonra gəlin burada davam edək. Kim, nə? Bir də var hara. İdmançı insandır. Ona görə biz avtomatik kim sualını verəcəyik. Talış millətdir.
millətin adına talış deyirlər. Ona görə nə talış, kim deyə bilmərik. Amma əslində millət kimi bunu talışı kim götürə bilərik. Məsələn, talış Azərbaycanlı kim? Azərbaycanlı. Nə deyə bilmərik? Çünki o da bir insandır, bir fərddir, bir şəxsdir. Final nə? Final. Yarışın son nəticəsi aslan. Aslan. Bu böyük hərflə yazıldığına görə artıq bu insan olacaq və biz buna kim sualını vermiş olacaq. Round. Nə? Round. Quba. Hara? Quba. Otaq. Nə? Otaq. Döyüş. Nə? Döyüş. Biraz böyüdək. Daha sonra Seymur. Kim? Seymur. Aha. Bayraq. Nə? Bayraq. Qələbə. Nə? Qələbə. Bu sözləri də yazmış olduq. Keçirik növbəti tapşırığa. Deyir ki, aşağıdakı sxemi şərh edin. İsim, cansız varlıqlar, masa, ütü, dəmir. Deməli, cansız varlıqlar nə sualına cavab verir? Cansız varlıqlar nə sualına cavab verir? Bunu bayaqları mən sizə demişdim. Nə sualına cavab verir? Canlı varlıqlar iki yerə bölünür. Canlı varlıqlar iki yerə bölünür. İki yerə bölünür. İnsana kim sualını veririk? İnsanlar kim sualına cavab verir? Heyvanlar nə sualına cavab verir? Daha sonra yer, məkan bildirən sözlərə də deyirik ki, hara sualına cavab verir. Yer, məkan bildirən sözlər hara sualına cavab verir. Belə. Keçirik növbəti tapşırığa. Verilmiş sözlərə uyğun şəkilçilər artırmaqla kim sualına cavab verən sözlər düzəldin. Arı, arıçı. Kim? Arıçı. Arıya baxan insana arıçı deyir. Pambıqçı, üzümçü. Daha sonra traktorçu. Traktor sürən insana traktorçu deyirlər. Yazıçı. Bunlar hekayə, nağılı yazan insanlar, şeir yazanlara deyirlər. Neftçi, neftdə işləyən insana deyirik. Qoruqçu. Bu hansı ki heyvanları qoruyan meşədə onlara qoruqçu deyirlər. Bağban. Bağa qulluq edən şəxsə bağban deyilir. Vətəndaş. Hər birimiz Azərbaycan vətəndaşıyıq. Və sənətkar. Kim sualına cavab verir? Daha sonra isimlər iki yerə bölünür. Konkret isimlər, bir də mücərrəd isimlər. Konkret nədir, mücərrəd nədir? Baxın. Konkreti gözümüzlə görə bilirik, şəklini çəkə bilirik, amma mücərrədin isə onu biz gözümüzlə görə bilmirik, şəklini çəkə bilmirik. Yalnız onu beynimizdə fikirləşirik. Yalnız təsəvvür edə bilirik. Məsələn, tülkü görürük. Daha sonra məsələn, fincanı görürük, kitabı görürük, şəklini çəkirik, düzdür? Amma mən deyəndə ki, məsələn, qorxu artıq mücərrəddir. Sən qorxunun şəklini çəkə bilməzsən, sən qorxunu görə bilmərsən. Məsələn, fikir, sevgi, arzu, dilək. Bunların sən şəklini çəkə bilmərsən, sən bunları görə bilmərsən. Bunlar mücərrəddir. Konkreti gözümüzlə görürük, mücərrədi isə gözümüzlə görmürük. İndi tapşırıq 2-da deyir, mücərrəd isimləri seçib yazın. Qarşısında sualını qeyd edin. Bu isimlər hansı suala cavab verir? Dəniz. Baxın, dəniz nədir? Mən hələ sizə izah edirəm.
Dəniz konkretdir yoxsa mücərrəd? Əlbəttə ki, mücərrəd deyil, konkretdir. Çünki biz onu gözümüzlə görürük, şəklini çəkə bilirik dalğalı formada. Mavi rəngi olduğunu görürük. Yəni dənizi görürük. Ona görə bu konkret olacaq. Amma bizə deyir ki, mücərrəd olanları seçin. Mücərrəd isimlər isə gözlə görünmür, şəkli çəkilə bilmir. Yalnız beynimizdə təsəvvür edirik. Məsələn, həyəcan. Həyəcanı gözümüzlə görə bilmirik, əlimizlə tuta bilmirik, şəklini çəkə bilmirik. Deməli, həyəcan olacaq mücərrəd isim və nə? Həyəcan. İnsan deyil ki, biz buna kim sualını verək və yer məkan da bildirmir ki, hara sualını verək. Nə sualını verəcək? Kitabxana, kitabların olduğu yerə kitabxana deyilir. Biz onu gözümüzlə də görə bilirik, şəklində çəkə bilirik. Bu deməli aid deyil. Daha sonra şair, bu şeir yazan insanlara deyilir. Biz onu görə bilirik, şəklini çəkə bilirik. Türkiyə mücərrəd deyil, konkretdir. Gözümüzlə şəkillərdə belə olsa görürük. Yaxşılıq. Amma yaxşılığı biz gözümüzlə görə bilmirik. Şəklini çəkə bilmirik. Yalnız beynimizdə təsəvvür eləyirik. İnsan deyil, məkan deyil. Yenə nə sualına cavab verəcək. Daha sonra mühəndis. Kim mühəndis? Bu insandır. Ağıl. Nə? Ağıl. Bu da yenə mücərrəd olacaq. Nə sualına cavab verir? Qorxu. Nə? Qorxu. Biz onu görmürük. Şəklini çəkə bilmirik. Nə sualına cavab verir? Hasar, evin ətrafına hörülən hasardır. Bu görünür. Və qələbə. Qələbəni də yenə gözlə görmək mümkün deyil. Şəklini çəkmək mümkün deyil. Sadəcə olaraq biz onu təsəvvür edirik ki, qələbə necə olur, necə bir hissdir. Yenə nə sualına cavab verir. Keçirik növbəti səhifəyə. Şəkidə Şirvanşahlar Sarayını görürsünüz. Siz bu abidə haqqında nə bilmək istəyirsiniz? Bu haqda məlumat almaq üçün suallar tərtib edin. Məsələn, Şirvanşahlar Sarayı nə vaxt tikilib? Nə vaxt tikilib, qurulub? Aha, daha sonra Aha. 2. Sonra nə bilmək istəyə bilərik? Memarı kimdir? Yəni bu binanı kim yaradıb, kim qurub? Memarı kimdir? Daha sonra məsələn, nəyə görə məhz Şirvanşahlar Sarayı adlanır? Niyə adı Şirvanşahlar Sarayıdır? Bu tipli suallar verib daha ətraflı məlumat ala bilərik. Keçirik Piza qüləsinə. Dünyada elə abidələr var ki, gözəlliyinə, qədimliyinə görə hamının marağına səbəb olur. Belə abidələrdən biri də İtaliyanın Piza şəhərində inşa edilmiş qüllədir. Piza qülləsini fərqləndirən əsas xüsusiyyət onun əyri durması. Deməli, onun əsas fərqləndirən xüsusiyyəti nədir? Onun əyri durması. Kənardan bu tikiliyə baxanda adama elə gəlir ki, o indi aşacaq. Bu xüsusiyyətinə görə ona yıxılan qüllə də deyirlər. Nəyə görə ona yıxılan qüllə deyilir? Çünki əyri durur. Sanki bu dəqiqə yeri yıxılacaq. Bununla belə Piza qülləsi artıq neçə əsrdir ki, əyri dayanıb, amma yıxılmır. Qüllənin əyilmə səbəbi dəqiq bilinmir. Sözsüz ki, o inşa ediləndə başqa binalar kimi düz idi. Yüzillər ərzində bina 5 metr yana əyilmişdir. Bəzi fikirlərə görə əyilməyə səbəb binanın bünövrəsində torpağın yumşaq olması və zaman keçdikcə bir tərəfin çökməsidir. Abidənin inşası 1174-cü ildə başlanıb və 1350-ci ildə başa çatıb. Qüllənin memarının kim olduğu da dəqiq məlum deyil. Lakin bəzi mənbələrdə Bonanno Pisano'nun adı qeyd olunur. Qüllə 8 mərtəbədən ibarətdir. Hündürlüyü təxminən 56 metrdir. Divarının qalınlığı aşağı mərtəbələrdə 4 metr, yuxarı mərtəbələrdə isə 2 metrdir. Qüllənin 294 pilləsi var. Mütəxəssislər qüllənin yana doğru əyilməsini daim nəzarətdə saxlayırlar. Onun bünövrəsi möhkəmləndirilir, dağılmış sütunları bərpa olunur. Bunun nəticəsində son 20 ildə qüllə 4 sm düzəlib. Aşma təhlükəsinin olmasına baxmayaraq, hər il milyonlarla turist Piza qülləsini seyr etmək üçün İtaliyaya gəlir. Söz boğçasındakı sözləri aşağıdakı izahlarla uyğunlaşdırın. Baxın, binanın əsası təməli özülüb. Bu olacaq bünövrə.
bünövrə. Əvvəlki vəziyyətinə gətirmək, artıq bərpa edirik, biz nəyisə düzəldirik, bərpa etmək. Daha sonra qurmaq, yaratmaq, tikmək. Nəyisə qurursan, düzəldirsən, tikirsən. Bu isə inşa etmək deməkdir. İnşa etmək. Bir məlumatın alındığı yer sənəd, bu mənbədir. Hansı ki, biz məsələn Şirvanşahlar Sarayı haqqında məlumat toplamaq üçün internetə müraciət edirik. Hər hansı bir mənbələrdən istifadə edəcəyik. Yəni, bir məlumatı götürdüyümüz yerə deyirik. Tikintinin layihəsini hazırlayan şəxsə də memar deyilir. Tapşırıq. Mətndə hansı suallara cavab yoxdur? Pisa qülləsi harada yerləşir? Bunun cavabı var idi İtaliyada. Daha sonra bu qüllənin fərqli cəhəti nədir? Bu qüllənin fərqli cəhəti gəlin mətnə də baxaq. Bunu fərqləndirən deyir. Əsas xüsusiyyət onun əyri durmasıdır. Deməli, onun əsas fərqli xüsusiyyəti nədir? Əyri durması. Pisa qülləsi hansı məqsədlə tikilib? Bu sualın cavabı yoxdur. Bizə hansı məqsədlə, məsələn, qala üçünmü, müharibə üçünmü, yoxsa sırf məsələn orada yaşamaq üçünmü, hər hansı bir şirkət məqsədi ilə tikildiyi bəlli deyil, bilinmir. Yəni deyilməyib də mətndə. Qüllənin hündürlüyü nə qədərdir? Gəlin baxaq. Qüllənin hündürlüyü təxminən 56 metrdir. Yazırıq. Bu sualın cavabı da var. 56 metr. Qüllə hansı materiallardan tikilib? Yəni kərpicdən, daşdan, məsələn qumdan, sementdən, nədən istifadə olunubsa o haqqda da məlumat verilməyib. Riyazi biliklərinizdən istifadə etməklə suallara cavab verin. Pisa qülləsi hansı həndəsi fiqura oxşayır? Baxanda görürük ki, baxın, bu fiqur hansı fiqurdur? Əlbəttə ki, silindirə oxşayır. Deməli, yazacağıq silindir. Qüllənin hər mərtəbəsinin hündürlüyü neçə metrdir? Baxın, ümumi neçə metrdir? Ümumi hündürlüyü 56-dır və neçə mərtəbədən ibarətdir? Mərtəbə sayı da 8 mərtəbədir. Bizə indi sual verir ki, hər mərtəbənin hündürlüyü neçə metrdir? 56-nı 8-ə bölərik. 56-nı bölərik 8-ə. Olacaq neçə? 7 metr. Və yaxud da belə də hesablaya bilərik. 8 vurulsun neçə? 56 edər. 8-i 7-yə vuranda 56 eləyir. Deməli, bir mərtəbənin hündürlüyü 7 metrə bərabərdir. 7 metrdir. Bir mərtəbənin hündürlüyü. Cümlələrin fakt yoxsa münasibət olduğunu müəyyən edin. Fakt həqiqətən real həyatda olmuş bir şeydir. Münasibət isə bizim kiməsə olan hisslərimiz, öz düşüncələrimiz, öz fikirlərimizdir. Yəni, o həqiqətən deyil. Məsələn, Azərbaycanın paytaxtı Bakıdır. Bu, real bir faktdır. Həqiqətən də belədir. Mən desəm ki, yox, mənə görə Azərbaycanın paytaxtı, məsələn, Lənkəran şəhəridir. Bu, düzgün məlumat olmaz. Lənkəran gözəl şəhərdir. Ona söhbət yox. O düzdür. Amma faktiki olaraq həqiqətən Azərbaycanın paytaxtı Bakıdır. Lənkəran deyil. Yəni, mən deyirəm ki, mənə görə belədirsə, bu yanlış bir şeydir. Düzgün fakt olan bir məlumat deyil. İndi Pisa qülləsi İtaliyada yerləşir. Bu faktdır. Həqiqətən də İtaliyada yerləşir. Məsələn, Azərbaycanda yerləşmir axı. Mən desəydim ki, Pisa qülləsi Azərbaycanda da Pisa qülləsi var. Bu artıq fakt sayılmazdı. Məncə Pisa qülləsi qeyri-adi tikilidir. Baxın, məncə deyir. Yəni mənim fikrimcə. Bu münasibətdir. Artıq sən öz fikrini bildirirsən orada. Mən də Pisa qülləsini görmək istəyərdim. O da görmək istəyir. Mən də bu sənin ona qarşı olan münasibətindir. Pisa qülləsinə inşa edildiyi şəhərin adı verilib. Pisa qülləsi İtaliyada Pisa şəhərində yerləşir. Həqiqətən də ona o şəhərin adı verilib və bu da faktdır, dəyişməz bir şeydir. Qız qalası haqqında araşdırma.
aparın. Biz artıq internetdən, hər kəs təbii ki, internetdən qısaca bir məlumat götürür. Qız qalası haqqında, onun yaranması haqqında məlumatlar yazır. Məsələn, yaza bilərik ki, Qız qalası 1964-cü Bakıda yerləşir. Əvvəlcə gəlin yazaq. Qız qalası Bakıda yerləşən qədim abidədir. Daha sonra biz onun haqqında nə məlumat verməliyik? Qala nə vaxtdan tikilib, hündürlüyü nə qədərdir, daha sonra onu məsələn kim tikib, bu haqda qısaca məlumat verməliyik. Qalanın deməli hündürlüyü 28 metrdir, yerləşdiyi yer Bakıdır. Tikilmə tarixi dəqiq il olaraq bəlli deyil, amma 12-ci əsrə aid olduğu bildirilir və Azərbaycandadır. Əvvəlcə muzey kimi fəaliyyət göstərib, daha sonra isə hələ də elə muzey kimi də fəaliyyət göstərir. Gəlin yazaq. Hündürlüyü 28 metr, diametri birinci mərtəbədə. Diametri niyə də yazmağa ehtiyac yoxdur? Hündürlüyü 28 metrdir. 8 mərtəbədən 8 mərtəbədən ibarətdir. Hər mərtəbə yonma daşlarla tikilib. Hər mərtəbə yonma daşlarla tikilib və günbəz formalı tavanla örtülüb. Əvvəlcə qala kimi fəaliyyət göstərirdi, müdafiə qalası kimi. Daha sonra 1964-cü ildən bu yana 1964-cü ildən muzey kimi fəaliyyət göstərir. Muzey kimi fəaliyyət göstərir. Tikilmə vaxtı da dediyim kimi ilə konkret bir ili yoxdur. Əvvəlcə müdafiə məqsədi ilə tikilib, daha sonra 1964-cü ildən bu yana muzey kimi fəaliyyət göstərir. Belə, bu qədər məncə məlumat yetərlidir. Çox da uşaqlar üçün ətraflı məlumata ehtiyac yoxdur. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.